Həyatımın bütün anları, bütün mərhələləri mənim üçün çox əzizdir. İndiyə qədər nə etmişəmsə, doğru etmişəm. Cəsarətimdən və insanlığımdan da heç nə itirməmişəm. Haqlı olduğum yerdə mənim yanımda olan insanı heç vaxt unutmaram, daim də yanında olaram. Amma mənə kim acı günlər yaşadırsa, onu da heç vaxt unutmaram. Sadəcə doğru zamanı gözləyirəm. İstər yaxşı günlər, istərsə də acı günlər olsun, bir əmanət olaraq özümdə saxlayıram. Və vaxtı çatanda da mütləq sahibi kim olursa olsun özünə qaytararam. Əslində kimisə xətrinə dəyməsin deyə, kimisə üzməyəm deyə sustuğum zamanlar çox oldu. Ona görə ki, o adamları itirməyim deyə səssiz qaldım. Vaxt keçdikcə baxdım ki, bəzi adamlar qırılmalı, bəzi adamlar qovulmalı, bəziləri isə tərk edilməliymiş. Kim harda düşdüsə, demək ki, onun elə ünvanı ora gedərmiş.